Hər vaxtınız xeyir. MİQ və ya sertifikasiya çalışan ibtidai sinif müəllimlərimizin nəzərinə. İmtahana bir neçə ay qaldığını nəzərə alaraq tam paket dərslərimizi istifadəyə vermişik. Tam paket dərslərimiz haqqında mən qısa olaraq indi məlumat verəcəyəm, amma daha ətraflı şəkildə məlumat almaq istəyirsinizsə və dərslərimizə qoşulmaq istəyirsinizsə, ekranda gördüyünüz bu əlaqə nömrəsinə 077 325 70 77 nömrəsinə WhatsApp-da yazaraq ətraflı şəkildə məlumat ala bilərsiniz və şərtlər üstü qanun edici dərslərə qoşularsa, qanun bizə təbii qoşulmaya da bilərsiniz. Mən qısa məlumatı vermək istəyirəm ki, bu tam paket dərslərimiz nədir? Bu tam paket dərslərimizə qoşulanda gördünüz ki, bu dərsləri əldə edirsiniz. Bunlar nədir? Bax görürsünüz, burada 4 dənə bölmə var. Bu bölmələrin hər biri haqqında qısa məlumat verəcəyəm. Birinci bölmədə nə yazılıb? Riyazi bazamızı möhkəmləndirən dərslərimiz. Vurdum üstündə. Baxın, burada 26 dənə video dərs var. Bu nədir? Bu riyazi bazamızı möhkəmləndirən dərslərimiz bölməsinin içindəki bu videolar nədir? Nəyi əhatə edir? Burada düşünməyin, yaş məsələsi, işçi olmuş, belə şey yoxdur. Siz burada sırf riyazi bazanı formalaşdırırsınız. Məsələ zadı yoxdur. Rəqəm nədir, ədəd nədir, mərtəbə nədir, sinif nədir, adi kəsirlər, onluq kəsirlər, eyni məxrəcli, müxtəlif məxrəcli, kəsirlərin toplanması, çıxılması, vurulması, bölünməsi, müsbət mənfi ədədlər, onlar arasında əməliyyatlar, sadə tənliklər, mürəkkəb tənliklər, bərabərsizliklər, sadə bərabərsizliklər. Siz burada ancaq misal həlləmə qaydasını öyrənirsiniz. Burada məsələ yoxdur, çətin bir şey yoxdur. Amma ən vacib məqamı, yəni riyazi bazanı formalaşdırmaq üçün nələr lazımsa hamısı burada var. Hətta xırdalığına kimi paylama qanunu, orta vurun, mötərizə xarici çıxarması və s. Bunların hamısı səliqəli yerləşdirilmişik. Bax bu bölmənin içində. Siz bu bölmədə birinci riyazi bazanı mükəmməl şəkildə formalaşdırırsınız. Çünki hər bir işə başlayan normaldır. Mən gedirəm mebel düzəltməyə. Mebel düzəltməyə gələndə belə, hə mən bilirəm də mebel nədir? Əlimi qolu salaya gedə bilmərəm də, düzdür? Birinci mən ən azından bir avadanlıqlarım olmalıdır, alətlərim olmalıdır, mişar da mənim başım sıxılır, nələrsə olmalıdır və onlardan istifadə qaydasını bilməliyəm. Sonra gedərəm, orada mənə zakaz verəcəklər ki, rus sözünə istifadə edin, sifariş verəcəklər ki, mənim üçün mətbəx mebeli yığ, nə bilim, yataq otağı mebeli yığ, ona uyğun əlimdə olan avadanlıqlarla bunu yığa bilərəm də. Normal həyatda da budur. Riyazi bazada budur. Yəni sənin riyazi bazan olmalıdır, o avadanlıqların olmalıdır ki, sonra sənin yaş məsələsi həll gedib həll eləyəsən. İşçi məsələsi gedib həll edin, hovuz gedib həll edin. Yəni birinci bazamızı formalaşdırmalıyıq. Bunu mütləq eləməliyik. Hə, bu tam paket dərslərində siz bunun başına ayağa baxmağa məcbursunuz. Yox təbii ki, hamısı birdən açılır. Dərs qoşanda hamısı birdən açılır. Elə zaman az qaldığı üçün burada hamısını birdən açılır və siz dərsə qoşulanda tutaq kimsə bazısı var da, öz bazısı var azdan çoxdan. Amma bazı dərslərin gözdən keçəndə tutaq ki, mən Əbul Əkobda falan yerdə ilişir. Bir də Əbul Əkobda baxın. Yəni özünüz seçib onun arasına baxa bilərsiniz. Vaxtınız varsa və ya sıfırdan başlayırsa, dərin biz ardıcıl şəkildə yerləşdirmişik. Ardıcıl da izləyə bilərsən, vaxtı və qənaət eləmək istəyirsən, əmin olduğun mövzular var, orada vaxt itirmə. Əmin olmadığın mövzuları seç. Birinci buradan bazı formalaşdır. Yəni bir neçə dərsdə boşluğun varsa, onları formalaşdır və ya hamısında boşluğun varsa, hamısını formalaşdır. Keçirsən MHM 2025 yazmışıq bura. MHM kitabının, yəni Müəllim Hazırlıq Mərkəzinin kitabının sonuncu nəşridir. 2025-ci il nəşri qara üzlü kitab, qalın 4500 testdən ibarətdir. Həmin kitabın izahı var. Nə formada? Bütün mövzuların ətraflı şəkildə mövzu izahı və kitabda olan həmin mövzular üzrə testlərin dənə-dənə hər birinin ətraflı şəkildə izahı. Yəni ki, sən tutaq ki, yaş məsələsini öyrənmək istəyirsən burada, hər şey, bütün mövzuları var da. Tutaq ki, daha axtarmıyorsan. Yaş məsələsini öyrənmək istəyirsən, şunun yaş məsələsinin mövzusuna baxdın. Onlar bir 15 dənə testin izahına da baxdın. Videonu, biz hamısının izahını vermişik bütün testin, amma sən videonu saxlayıb artıq özün işləyə bilərsən. Ki, elə eləməlisən ki, həm zamanı qənaət edəsən, həm də tətbiq etmə qabiliyyətinin formasında oturub kino kimi baxsın, hamısını rahatsız etsən üçün ki, hə, düz eləyir, əla, başa düşdün, qaşəng. Elə riyaziyyat öyrənmək olmur. Riyaziyyatda iki şey lazımdır. Bir, başa düşmək, bu əla, başa düşürsənsə bu əladır. Amma ikinci, tətbiq etmə də lazımdır. Yəni, hər başa düşdüyü, bu o deməkdir ki, mən başa düşdüm, tətbiq edə biləcəm. Bu o deməkdir, özünü də tətbiq etməyi öyrəşdirməlisən özünü. Mən həmişə deyirəm, bu nəyə oxşayır? Tutaq ki, baxıram, birisi mənə göstərir ki, maşın necə sürülədir ki, ruldur, sağa, sola, skorusdur, odur, budur, disiplindir. Deyirəm, mənə var ki, burada 3-4 dənə məlumatda başa düşdüm. Getdi, oturdum sürə biləcəyəm, yoxdur, mən özümlə tətbiq eləməliyəm. Yavaş-yavaş özümlə tətbiq eləməliyəm ki, başa düşmədən əlavə tətbiq etmə də lazımdır. Ona görə özünüz işləyəcəksiniz. Amma siz hansı sual çətinliyiniz oldu, onsuz qayıdırsınız tezdən həmin videoya, bütün sualların hər bir nəticə şəkildə izahı var. Tutaq 75-ci sual, Rusiyanın üstündə izahı var. Yaxşı. İzaha baxdın, yenə də başa düşmədin, siz bizim WhatsApp qrupumuza qoşulursunuz. Hansı ki 7 gün 24 saat. Yəni ki, həmişə aktivdir. Ürəyiniz nə vaxt istəyir, gecə, səhər, gündüz nə sualınız oldu, oraya yaza bilirsiniz. Nə olsun mən izahını vermişəm. Yenə də izahdan sonra yenə də aydın deyilsə, yenə də yaza bilərsiniz ki, Rasim filan şeyin izahına baxdım. Orada sən 2x-i, 3x-i hardan tapdın, onu mən başa düşmədim.
Bir də onu mənə aydınlıq verginə. Yoxsa onun söhbətində müzakirəsini edəcək öz aramızda. Ürəyiniz istəyən vaxt qrupa yaza bilirsiniz. Gün ərzində mən mütləq şəkildə sizə geri dönüş edirəm. Belə ətraflı şəkildə müzakirə edirik. Yəni belə deyim, soyuq bir yanaşma yoxdur. Bu da 7 çox danışmayayım. Yəni Emaşem kitabının başlığı izahıdır. Bunları da bitirir. Üçüncü bölmə nədir? Mövzu sınaqlarıdır. Baxın, burada 20 neçə dənə mövzu sınağı olmalıdır. 22 dənə ayrı-ayrı başlıqlar altında adlar verilməsi. Burada ölçü vahidləridir, burada imtahan məsələsi və s. Baxanda görəcəksiniz. Həmin mövzu sınaqları da işləyəndən sonra yekunlaşdırırsınız. Balığınızı göstərir bu öz yerdə, səhvinizi düzgün göstərir bu öz yerdə. Amma hər sınağı yekunlaşdırandan sonra da sizin üçün video izah çıxır. İndi birisini nümunə kimi göstərəcəm. Video izah çıxır və siz həmin sınaqda nə suallar ki yoxdur, bir hər bir ətər şəkildə izahını görürsünüz. Hər birinin ətər şəkildə izahını görürsünüz. Və orada tutaq ki, yəni başına baxmağa ehtiyac yoxdur. 6-cı sualda sizdə səhv çıxmışdı, izaha baxmaq üçün ki, bu 6-cı sualın üçün səhv çıxdı ki. Və ya 12-ci sual eləyə bilməmişsiniz, 12-ci suala baxırsınız ki, hə, bu beləymiş və s. Yaxşı, yəni dənə-dənə hər bir sualın izahı da verilir. Bax, məsələn, ümumi sınaq imtahanları keçdik. Ümumi sınaqlara baxın, görün nə qədərdir. Çox çəkdim, hə. 76 dənə var, hələ əlavə edəcək. 76 dənə ümumi sınaq var. Yəni imtahana kimi hər gün birini işlə söz belə, hələ mövzu sınağı da var orada 20 neçəndə. 90, 100-ə yaxın sınaq var da hal-hazırda. Günə birini işlə söz belə, imtahana kimi elə tam bəs edir sizə. Yəni hər günə bir sınağı düşürsünüz. Nə deyirdim? Mən bunu göstərmək istəyirəm. Ümumi sınavda da o yekunlaşdıranda izah necə olur? Məsələn, sınağa girdiniz. Mən necə gəldi həlləmədim də bunu seçdim. Növbəti sual. Seçdim bunu. Bax, sualım budur. Nə bilim, bax, sualı birbaşa keçmək istəyirəm. Burada vurdum, getdim 19-cu suala birbaşa. Seçdim bunu və yekunlaşdırdım. Sınağı yekunlaşdırdım. Əminsinizmi? Bəli. Yekunlaşdırandan sonra nə baş verir, onu göstərmək istəyirəm. Göstər, mən 0 bal yığdım. Səhv cavablarımın sayı budur. Cavab verməyən sayı budur. Bu heç bir öz yerində də. Aşağı verən burada aşağıda göstərir ki, bax, tutaq ki, birinci sualda Rasim bunu seçib, amma bu düzgün idi. Bax, quş qoyub, bu düzgün idi, bunu seçməlidir və s. Bu işte bu çox sınaqlarda var. Bax, burada görürsünüz, izah var. Bax, burada izah var. Birinci sualın altında izah var. Həmin bu sınağın dərnə hər birinin ətər şəkildə izahına burada baxa bilirsiniz. Yəni, elə belə göstərim sizə. Hər vaxtınız xeyir. Bazar günü bizim ibtidai sinif müəllimləri Çox. Ha, məsələn. Buradan da görürsünüz ki, həmin sınağın izahı burada yerləşdirilib dərnə. Daha çox uzatmaq istəmirəm, video çox uzun oldu. Belə. Elə bu burada bunu baxaq. Dəqiqə. Artıq sağollaşıram olsa, əlaqə nömrəsi bir də buraya yazacağam. Ümid edirəm ki, ağlıma gələn bütün məlumatları verdim və sizə aydın oldu ki, tam paket dərslərimiz nədir? Əlavə də kimin nə sual oldu, tezdən yazıram bura. 0 77 325 70 77 nömrəsinə WhatsApp-da yazaraq daha ətraflı şəkildə məlumat ala bilərsiniz. Çəkinmədən yazın, məlumat alın. Şərtlər sizi qane edirsə dəstlərə qoşularsınız. Qane etmirsə təbii ki, qoşulmaya da bilərsiniz. Diqqətinizə görə çox sağ olun. Sağ olun.